Hər şeyi yazmışam. Birinci hansı ki reseptlərdən mən elə də anlayışım yoxdur. Deyim ki, əzbər bilirəm, yox. İnternetdən Elmira xanımın reseptlərinə baxdım. Belə qoğal, şəkərbura, paxlava hamısını yazdım. Daha sonra bunları orada marketdə girinci qalmayım deyə hamısını toplamda şəkər nə qədər gedir, un nə qədər gedir, xama nə qədər gedir, hamısını yazdım bura. Belə indi gedəcəm, alacağım və Nə gedirik? Markete getirir. Nə almağa? Ne bileyim şekildekileri. Nə? Şekildekileri. Şəkildə nə var? Şekilde şeker bıra qoqa. Sonra? Baklava. Evet. Çok güzel tahtalarım var. Geç çekim. Ne güzel. Onu götürdüm. Ay balam, o özüm səliqə salıb Gəl, gəl. düzəldəcəm. Neyse. Onu şey... Hadi sen ne diyorsun da? Səliqə... Hə, özün... Ay ölürlər. Çox sağ ol aşkım. Bu suyu çıxıb. Amma sağ ol. Biraz səliqə salaram mən. Çox sağ ol. Bu şey solub. Çünkü su takılmışsa bu da su olacaq eləməsin. Su tökməmişəm hə. Ha. Qutqu çıxarmaq istəyirsən. Bir sürü şeylər almışam. Bir sürü. Ondan almışam. Sən xəbərim olmayıb. Meyvələrdən almışam, hərəsindən yəni biraz almışam. İndi onu meyvə qabına qoyacağam, amma öncə şəkər buranı başlayım xəmirinə. Burada un almışam, şəkər tozu almışam, süd bişirməyə bu dəqiqə vaxt olmayacağına görə belə süd aldım. Xama almışam, həm şəkər bura, həm paxlava, həm də qoğal üçün. Bunu da nəsə əlavə olaraq aldım. Hil almışam, 2 ədəd çatmaz deyə. Yağ, yumurtaları da sındırmışam. İndi hamısını çəkməyəcəm, çünki sizə sıxıcı olmasın deyə başlayacağım eləməyə. Başlayayım. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Hər birinizin Novruz bayramını təbrik edirəm. İnşallah bu il hamımıza düşərli olar. Bugün bir günümü vloglamağa çalışdım. Təbii ki, oradan buradan, çünki mümkün deyildi, işləri onsuz da çatdıra bilmirdim. Burada mən şəkər buranın xəmirini yoğururam. Mən yoğurana kimi isə bir neçə gün əvvəl hazırladığım hansı ki qoğal var idi. Mən də TikTokda olan bir abunəçim məktəb üçün sifariş vermişdim. Onu da çəkmişdim ki, sizə göstərim. Hanım dedi ki, bizə sərgi üçün böyük bir qoğal lazımdır. Təbii ki, heç bir vaxtı o boyda qoğal etməmişdim. Amma ki, yox demədim. Çünki əgər bir şey biz təsəvvür edə biliriksə, o deməkdir ki, onu düzəldə də bilərik Allahın izni ilə. Ona görə dedim ki, yaxşı düzəldərəm. Daha sonra oturdum, fikirləşdim ki, necə edim ki, böyük bir qoğal alınsın. Belə bir ağ parça götürdüm, ağ parçanı. Hansı ki, mən gözə yarı etmişəm, amma buradan baxıram, hardasa bir 15 sm qırağından belə. İstəsəniz kəsib də tikə bilərsiniz. Mənə belə kəsmədən tikmək daha rahat gəldi, sürüşməsin deyə. Bu formada tikdim qırağından və içərisini daha sonra sintifonla doldurdum. Təbii ki, burada ağlımda olan artıq yavaş-yavaş həyata keçir, amma yenə də narahatam ki, inşallah yaxşı alınır. Bu formada uzun bir şey alındı və altına belə bir karobka var idi məndə. Onun üstbəüst qoydum, hansı ki, bir-birinə yapışdırdım ki, alt tərəfi bərk olsun. Daha sonra isə bu alınan uzun parçanı bu formada, qoğal formasında doladım. Düzdür, TikTokda yazanlar var ki, börəyə də oxşadı Türk börəyinə. Haqlıdırlar, yəni düz deyirlər. Türk börəyinə də oxşadı, daha nazik də ola bilərdi. Amma fikir olaraq deyim ki, yaxşı alındı. İstəsəniz bunu biraz daha nazik də eləyə bilərsiniz. Məndə səbrim yox idi, tələsirdim. Həm də ki, mən düşünürəm ki, bundan nazik bilmirəm. Belə daha qəşəng alındı məncə. Amma yenə deyirəm, yəni nazik də eləyə bilərsiniz. Bu talihsiz hadisədən sonra bu suyun içərisinə biraz daha belə sarı rəngi, amma çox da şit sarı yox. Əgər belə sarı alınması sizdə şit sarı varsa, içərisinə birazcıq belə qəhvəyi rəng əlavə edə bilərsiniz. Bu tonda alınır. Çünki bişəndə qoğal fikir versəniz bu rəngdə olur. Bütöv şəkildə su, bir də bunun içərisinə biraz PVA klesi əlavə etdim. Niyə? Çünki daha belə bərk olsun deyə. PVA klesi quruyandan sonra qəşəng bərkiyir. Orta tərəfdə isə narıncı rənglə rənglədim ki, biraz yanmış, qızarmış effekti versin. Təkcə orta tərəfini yox. Oradan buradan qıraq tərəflərindən də gördüyünüz kimi narıncılar əlavə etmişəm üst tərəflərinə ki, hansı ki yanmış effekt, biraz qızarmış effekt alsın deyə. Üzərinə isə əslində qara çörək otu da vura bilərdim. Göyə öz beynimdən düşündüm ki, qara çörək otu buna biraz balaca qalacaq. Bəyəndin? Qızlar, çox qəşəng alındı qoğal. Çox şirin alındı. Çayları elədim üstünə. Simçik eləmişdim əvvəl üstünə. Gördüm təbii çıxmır. Çox şirindi, çox. Bax belə içində çıxmaq da olur.
arxasına da belə kağız elədim kardonun üstündən. Mən xəmiri yoğurunca əgər video xoşunuza gəlirsə lütfən, yəni bu mənim üçün çox vacibdir. Videonu bəyənməyi, abunə olmağı və gözəl rəylərinizi mənimlə bölüşməyi unutmayın. Burada isə yoxlayıram ki, artıq xəmir sözümə baxır və məndə fındıq çəkən keçən il xarab olmuşdu. Düşünürdüm ki, Allahım nə eləyəcək. Və yaxın bir qız dedi ki, blenderla elə. Ona görə az-az tökürəm. Asta-asta yoxlayıram ki, çox da balaca olmasın, toz kimi olmasın. Biraz heç olmaya dişə dəyən olsun. Bu arada bəzi xanımlar var, çox sağ olsunlar. Onlar da dedilər ki, Elmira Qədirovanın resepti ilə bu həmən reseptdir. Onu da yoxlamış olaq. Bu arada həmin xanım orada deyir ki, hil yaşıl rəngdə olsun. Mən o sözü eşitmədən gedib hil almışam. Şəkərburanın xəmirini yoğurmuşam. İndi onu eləyəcəm. Burada paxlavanın xəmirini yoğurdum. Şəkərburanın içliyini düzəltdim. İndi istəyirəm paxlavanı da şirəsini falan hazırlayım. Qozunu da çəkim bitsin. Yadımdan çıxıb, toyuq qalıb mağazada. Toyuq bişirməliydim. Ona görə də şəkərburanı eləməliyəm və iftara qədər qaçıb toyuq alıb təzədən gəlməliyəm və onu düzəltməliyəm, bişirməliyəm. Hə, dediyim kimi mən xanımın dediyinə baxmamışdım. Hansı ki orada demişdi yaşıl rəngdə hil olsun. Mən elə gördüyüm ilk hili aldım, gətirdim. Orada Elmira xanım deyir ki, bir qaşıq hil lazımdır hər ikisinə. Və mən də gördüm ki, hildən hil iyisi gəlmir elə də. Ona görə 2 qaşıq əlavə etdim və 2 qaşıq əlavə etməyimə baxmayaraq qəti şəkildə hil iyisi gəlmirdi. Ona görə buna diqqət eləyin. Yoldaşım dedi ki, yəni bir dənə bunun qüsuru bunun hil iyi gəlməməyidir. Ya da ona görə hər bir şey çəkmədim ki, bu bişirərkən. Çünki resept mənim reseptim deyil. Onu təkrar çəkməyin məncə bir mənası yoxdur. Zaten Elmira xanımın resepti ilə etmişəm. Yəni istəyənlər gedib oradan baxa bilər. Sadəcə bunu mən ilk dəfə idi yoxladım. Çünki mən elə şəkərbura paxlava bişirməmişəm. Düzünü deyim ki, yoldaşım 10 il hardasa restoran sistemində işləyib. Yəni mən son illərdir, son 2 ildir ki, əslində ət filan da çəkirəm. O ətə qədər çəkdirib gətirirdim. Orada işlədiyinə görə, ona görə də mən naşıyam belə işlərə. Demək olar ki, etməmişəm. Yeni başlayıram belə. Bir dəfə keçən il eləmişdim. Yüngül yoxlamışdım. Keçən ildə şəkərburaların hamısının ağzı əyri çıxmışdı. Bu il isə bu Elmira xanımın resepti ilə etmək istədim. Həqiqətən də qəşəng qalındı. Hətta mən keşkə bir gündə etməzdim. Bunun hamısını bir gündə etdiyimə görə artıq gecə gördüm ki, çatdıra bilmirəm. Özüm bilərəkdən naxışlarını elə belə vurdum bitsin. Yoxsa belə uzun bir vaxtım olsaydı, həqiqətən də ideal çıxa bilərdi. İlk dəfə hazırlamağıma baxmayaraq. Belə balaca əvvəl kündələr elədim. Əslində qaldı, daha sonra gördüm ki, kündələri biraz böyük etmişəm. Daha sonra ölçüsündən, hərəsinin ölçüsündən başladım biraz balacalaşdırmağa. Çünki böyük çıxdılar. Baxın, burada artıq qırağından kəsirəm. Çünki baxdım ki, böyük çıxıb, böyük alınıb. Ona görə qırağından kəsdim, düzəltdim. Yəni bunlar ilk dəfədə olan şeylər üçün, yəni yanlışlıqlar ola bilər. Əsas odur ki, evdə bişdi və evdən həqiqətən də o qoxu gəldi. Uşaq böyük yedi, doydu, artıq da qaldı. Yəni həqiqətən bərəkətli olur özün eləyəndə. Burada iş görürəm. Hüseyin də burada. Dostlarayın. Çox sağ ol Hüseyin. Ya, git qalsam. Qonatan eləmişsən? Əla, çox gözəl, çox. Sağ olsun, gördü ki, işləri çatdıra bilməyəcəm. Ona görə də dedi ki, ana toz soranı mən eləyim. Evləri toz soranladı, sonra da gəldi rəsm çəkməyə. Bu aralar həvəsi var, oturub ancaq rəsm şəkillər çəkir və bu da məni həqiqətən də çox sevindirir. Belə bəzilərinin içərisini belə doldururam bir çoxunun, daha sonra qıraqlarını bu şəkildə bükürəm. Hardasa bir list artıq bişib çıxıb. Bunu belə bükəndən sonra isə üzərinin naxışlarını verdim və tez qoyuram sobaya ki, bişsin. Çünki soba boşalmalıdır. Çünki orada mən paxlava da hazırlamalıyam. Axşama çox yemək hazırlamayacağam. Biraz aş var evdən və bir dənə toyuğu yanına tərəvəzlə falan qoyacağam. Bir dənə yemək bəs eləyər. Yəni artıq yemək eləməyəcəm çünki heç sobanın boş vaxtı da olmayacaq. Bu şəkildə bəzəyirəm. Daha sonra isə sobaya yığıram, bişirirəm. Həqiqətən də son ana saxlayanam hər işi. Yəni keşkə hamısını eyni gündə etməsəydim. Bu arada mən burada iş görürəm. Hüseyin də burada idman eləyir. Hüseyin rəsm çəkdi, daha sonra idman elədi. İdəş yoxdur deyə özünə vaxt ayırıram. Əslində bu il bayram keçirmək düzgün deyil. Çünki 30 ildə bir dəfə olan bir şeydir. Bu həmişə olmur. Ramazan ayı düşüb Novruz bayramına. Hər 30 ildən bir baş verir. Yəni 30 il artıq bayram keçirdirik zaten. Mən sadəcə şirniyyatı falan uşaq üçün eləmişəm. Elə durub şənlənmək falan yox. Çünki bilirsiniz ki, Əhya gecələrinin birində sübh namazında birinci imamımız zərbətlənib. Ona görə də yəni çox da bayram abu havası lazım deyil. Nəysə mən evdə qaldım, getmədim. Hüseyin çox istəyirdi Tonqala gedək. Ona görə də atası burada aparıb Tonqala. Mən isə evdə paxlavaları hazırlayıb
qovalayıram. Paxlavaların üzərinə belə qozları qoydum. Bu qozları çox xoşlayıram. Formaları da çox qəşəngdir, uzundur. Hüseyn də qayıdıb marojna aldırıb, özünə də aldırıb, mənə də aldırıb. Və mən də bunları qoyuram artıq sobaya ki, artıq gecədir çünki bunlar bişsin. Arxasıca da tez bazar mən toyuğu hazırlayım. Burada gördüyünüz kimi şəkər buralar da bişib, hətta çox qəşəng alınıb. Gördüyünüz kimi bacınız yaradıb. Tez bazar bir kuxunanı təmizləyim. Yerdə tərəvəzlər var, burada çıxan qablar var. Hətta mən qoğalın xəmirini də yoğurmuşam. Hətta mən yoğurmuşam. Soyuducuda da artıq kətənin də xəmirin. Bunlar tez bazar yuyub götürməliyəm ki, toyuğu sobaya qoyum. Daha sonra isə yeməyimizi yeyək. Daha sonra keçim o birilərinə. Paxlava da burada qəşəng bişir. Paxlavanın formasını çox qəşəng kəsmişəm. Onu da Elmira xanım resepti ilə etmişəm. Həqiqətən də çox gözəl başa saldı və mən də çox səliqəli kəsdim. Hər dəqiqəmi dəyərləndirirəm deyə bilərəm. Tez paxlava bişənə qədər hər bir şeyi yudum, yerinə qoydum. Ondan sonra bu meyvələrin hamısını yudum, stolun üstünə qoydum. Çünki meyvələrdən dediyim kimi hərəsindən biraz almışdım və yoldaşım da bilməyib banan alıb gətirib. Biz də banan almışıq Hüseynlə. Ona görə də banandan boluq bu günləri. Meyvələr bitəndən sonra gördüyünüz kimi paxlavam da bişdi. Üzərinə qəşəng hazırladığım o şərbəti tökürəm. Həqiqətən də paxlavadan da çox razı qaldım. Çox qəşəng idi. Bir dənə qüsuru o idi ki, hilin iyisi az gəlirdi. Keşke o da olmasaymış, daha yaxşı olacaqmış. Neçə ilin bişirənləri kimi paxlavanı da belə bir-iki dəfə taqqıllatdım ki, şərbət hər bir yerinə yayılsın. Son qalan şəkər buraları da qoydum bişməyə. Tez bazar qaçıram toyuğu hazırlamağa. Burada elə bir sürət var ki, məndə heç kimdə belə sürət ola bilməz. Çünki yeməyi də hazır etməliyəm. Hələ qoğal var, hələ kətə var. Yəni ki, bu gün həqiqətən də dayanmadım. Çox yorucu gün oldu, amma ona baxmayaraq həqiqətən bu günə dəydi. Bütöv bu yoldaşım iyrənir deyə ən çox. Ona görə də bütöv dərisini onun əlinə baxıb öyrənmişəm bunu. Bütün dərisini soyub çıxardıram. Soyub çıxardan sonra yoldaşım dedi ki, onu mən pişiklərə atıram. At evin üstünə attım, amma atarkən ilişdi Wi-Fi-ın ipinə, tokuna qaldı orada. Amma səhərsi günü gördük ki, yoxdur. Pişik onu necə götürüb, necə yeyibsə artıq bilə bilmirəm. Bu da yoldaşımın elədiyi kimi oradan, buradan hər yerini belə kəsirəm. Daha sonra içərisinə sarımsaq filan əlavə edirəm. Daha idi mən tomatı unutmuşam. Tomatı kamerada yox. Kameranı söndürəndən sonra biraz suya əlavə etdim, üzərinə əlavə etdim, yaxşı oldu. Belə balaca göbələklər almışdım, balaca kartoflar seçib almışdım, balaca pomidorlar, hətta balaca biberlər belə bacınız özü seçib alıb. Həqiqətində çox qəşəng idi axtarıb tapmaq onları. Yəni xüsusi bir yemək hazırlayacaqmış kimi. Düzdür, çatdırıb eləyə bilmədim, tələsik elədim. Amma ona baxmayaraq hər biri ölçülü olanda adama xoş gəlir yeməyi hazırlamaq. Burada gördüyünüz kimi kartoflardı, biberlərdi, pomidordu, göbələkdi, hamısını əlavə elədim və bu asan yeməkdir. Bu mənim işimə yaradı. Çünki bir də yeməyi bişirməkdə, yəni çatdıra bilməyəcəkdim. Digər şeyləri də etməliyəm deyə. Hamısını əlavə etdim və qoydum sobaya. Burada da yumurtasını göstərmək istəyirəm. Belə Hüseyn yumurtası var. Novruz ponçasının olmazsa olmazı. Keçən dəfə şamları tapa bilməmişdim. Yəni asan tapılır, əslində yox idi marketdə. Gördüyünüz kimi arxa fonda o şamları da tapıb qoymuşam. Əsl o Azərbaycan dili kitabındakı Novruz ponçasına bənzəyir. Burada isə yemək yanmayıb, elə bilərsiniz ki, yanıb. Tam biberlər qızarıb. Bu paxlavanın da son halını sizə göstərim. Həqiqətən də ideal çıxdı. Bölünmüş halını da sizə göstərirəm. Çox səliqəli, çox da qəşəng alınır. Eləyə bilərsiniz rahatlıqla Elmira xanımın resepti ilə. Burada isə kətələri artıq gecə kəsdim, elədim. Qoğal da ki, gördüyünüz kimi gözləyib deyə 2 qatına çıxmalı idi əslində. Bu da Mayfut Şanımın resepti ilə hazırlanıb. Amma 4 qatına çıxıb hardasam. Biraz çox acıtdım deyə biraz forması dəyişdi. Keşke qoğalları bu qədər acıtmasaydım, amma həqiqətən də çatdıra bilmədiyim üçün bu baş verdi. Ona görə qoğalların ağzı burnu əyildi, qəşəng alınmadı. Belə qəşəng hazırlamağıma baxmayaraq bildim ki, yəni səhv məndədir. Biraz da un yox idi. Gecə ilə yoldaşım marketə göndərdim ki, un alsın. Yuxalarını filan açmaq üçün un lazımıymış və mən 1 qram da un saxlamamışdım. Həqiqətən də bacara bilmədim. Əslində qaldı. Allahım. Azca qoğala bənzəyir. Saat artıq saat 3'dür artıq. Yuxum gəlir. Bu da qoğaldır. Yəni biraz oxşuyur qoğala. Tam ideal çıxmasa da biraz qoğala oxşayıb, yaxşı ki üstünə belə küncüt vurmuşam. O da qoğala oxşadır bunu. Amma ideal çıxmadı, eybi yoxdur. Olsun, əsas odur ki elədim. Əsas odur ki ev üçün, ailəm üçün nəsə etməyə çalışdım. Ola bilər ki ideal çıxmasın. Yəni gələn il yoxlayaram, Allah qoysa. Bu arada videonu sonlandırmaq istəyirəm. Ümid edirəm ki video xoşunuza gəlib. Sağ olun, salamat qalın.